İstər Rahim müəllim, istər bayram günləri olsun, istər adi günlər, qəzaların müxtəlif səbəbləri var. Bu infrastrukturda olan bəzi çatışmamazlıqlara görə ola bilər, yolun işıqlanmamasına görə ola bilər. Bundan başqa nəqliyyat vasitəsinin nasazlığına görə ola bilər. Amma istər bayram günlərində, istər adi günlərdə qəzaların əsas səbəbi insan faktorudur. Deməli, əsas səbəblərdən biri yol hərəkəti iştirakçıları arasında empatiyanın olmamasıdır. Nədir empatiya? Empatiya özünü başqasının yerinə qoymaq qabiliyyətidir. Piyadalar sürücülərdən narazıdırlar, onları başa düşmürlər. Sürücülər piyadaları başa düşmək istəmirlər. Və çox maraqlıdır ki, dünənə qədər piyada olan insan bir gün maşına minirsə, elə o an piyada olduğunu unudur. Dünən piyada olduğunu unudur və artıq piyadalara qarşı aqressiya olur. Əgər sürücülərin qabağında piyada yoxdursa, onda onlar hisslərini bir-birinə tökürlər. Yəni ki, sürücülər bir-birini başa düşmürlər. Və bir dənə güclü səbəb var qəzaların. Yenə də deyirəm, istər bayram günlərində, istər də adi günlərdə insanların çoxu cərimələrə düzgün münasibət bəsləmir. Aqressivləşir onlara cərimə yazanda və bu onları qəzalara, sonraki qəzalara aparır. İzah edirəm. Ağıllı adam nə edir? Ona nədir cərimə? Cərimə, haqlı cərimə nədir? Haqlı cərimə siqnaldır sürəciyə. Siqnaldır ki, sən düz yolda deyilsən. Sən faciələrə aparan yolun astanasındasan. Ağıllı sürücü nə edir? Deyir, mənə niyə cərimə yazdılar? Çünki mən qaydaları pozdum. Çünki mən düz yolda deyiləm. Mən bunu təkrar eləməyəcəm. Amma ki, yaxşı olmayan sürücü, yaxşı olmayan piyada aqressivləşir və elə bir ki, özünə söz verir ki, bir halda ki, məni cərimə eləyiblər, bu yol qayda pozuntusunu dəfələrlə təkrarlayacağam. Bir dəfə, iki dəfə, üç dəfə daha qəzalara Yaxşı məqam